Hər vaxtınız xeyir. Bugün gəlin birlikdə Amerika ədəbiyyatının təməl daşlarından birinə baş vuraq. Söhbət Amerikanın ilk əsl ədəbi qəhrəmanını dünyaya gətirən bir əsərdən gedir. James Fenimore Cooper'in Ləpirçisindən. Görək bu hekayədə bizi nələr gözləyir. Hər şey əslində çox sadə bir sualdan başlayır. Bəs Amerikanın ilk əsl ədəbi qəhrəmanı kim idi? Bilirsiniz, bu elə-belə bir sual deyil. Təsəvvür edin, gənc bir ölkə öz kimliyini, öz xarakterini axtarır və ədəbiyyat da bu axtarışa bir cavab verməli idi. Bu qəhrəman təkcə bir roman personajı deyildi, yox. O, yeni bir millətin bütün ruhunun, bütün ziddiyyətlərinin canlı bir təcəssümü idi. Və cavab, Natty Bumppo. Onu çoxları başqa bir adla, Dəri Corab ləqəbi ilə tanıyır. Amma bu romanda o qarşımıza ləpirçi kimi çıxır. Yaxşı, kim idi axı bu adam? Təsəvvür edin, bir tərəfdə sivilizasiyanın sərt, boğucu qaydaları, o bir tərəfdə isə vəhşi təbiətin sonsuz azadlığı. Bax, o, məhz bu iki dünyanın tam ortasında yaşayırdı. Meşələr onun əsl evi idi. O həm ovçuydu, həm də bir bələdçi. Sərhəd rayonunda nişan vurmaqda onunla yarışa bilən bir adam tapılmaz. Bax, bu cümlə əslində onun bütün xarakterini bir anda açır. Onun o inanılmaz nişançılığı sadəcə sağ qalmaq üçün bir bacarıq deyildi, yox. Bu həm də onun təbiətlə necə bir harmoniya içində olduğunun, öz şəxsi ədalət anlayışının bir növ simvolu. Yaxşı, belə unudulmaz bir obrazı yaradan kim idi? Gəlin indi qəhrəmandan bir anlıq ayrılıb, onu yaradan adama, yəni James Fenimore Cooper'ə və onun yaşadığı dünyaya bir nəzər salaq. Cooper'in yaşadığı dövr əslində çox qarışıq, ziddiyyətli bir zaman idi. Təsəvvür edin, Amerika inqilabı baş verib, hamıya azadlıq, bərabərlik vəd edilib. Amma reallıq çoxları üçün tam bir məyusluq idi. Torpaqlar, sərvətlər bir ovuc varlığının əlində toplanırdı, kapitalizmin o amansız, soyuq qaydaları isə sadə insanları sözün əsl mənasında əzirdi. Bax, Cooper'in əsərləri də məhz bu haqsızlığa, bu ədalətsizliyə qarşı ucaldılan bir səs idi. Elə Cooper'in öz həyatı da sanki bir macera romanı kimidir. Yale kimi prestijli bir universiteti yarımçıq atıb, gedir hərbi dəniz donanmasına. Bax, bu təcrübə ona təkcə dənizi, gəmiləri öyrətmir. Bu ona həm də o dövrün sərhəd bölgələrinin sərt reallıqlarını göstərir. Bütün bu yaşadıkları, gördükləri sonradan onun romanlarına elə bir reallıq, elə bir canlılıq qatdı ki, heyrətamizdir. Ancaq burada çox vacib bir məqam var. Ləpirçini tam anlamaq üçün bilməliyik ki, bu tək bir kitab deyil. Yox, əslində bu daha böyük, daha epik bir dastanın sadəcə bir parçasıdır. Ədəbiyyatda bunun xüsusi bir adı var, pentalogiya. Yəni nə deməkdir? Çox sadə. Bir qəhrəmanın həyat hekayəsini anladan, bir-birinə bağlı, amma hər biri müstəqil olan 5 roman. Bu, əslində Cooper'in Natty Bumppo obrazına nə qədər böyük bir əhəmiyyət verdiyinin ən bariz göstəricisidir. Bax, bunlar da Natty Bumppo'nun bütün həyatını əhatə edən o 5 romandır. Amma bilirsiniz, ən maraqlısı nədir? Cooper bunları heç də xronoloji ardıcıllıqla yazmayıb. Amma sonda bu 5 kitab bir araya gələndə bir insanın gəncliyindən tutmuş qocalığına qədər bütün bir ömrünü gözümüzün önündə canlandırır. Bu, həqiqətən də Amerika ədəbiyyatının ilk böyük epik dastanlarından biridir. Yaxşı, indi isə gəlin birbaşa bugünkü söhbətimizin əsas mövzusuna keçək və Ləpirçi romanının özünə daha yaxından baxaq. Romanın tam mərkəzində, bilirsiniz, iki fərqli dünyanın toqquşması durur. Bir tərəfdə vəhşi təbiət var, bəli, amansızdır, sərtdir, amma dürüsttür, səmimidir. O biri tərəfdə isə mədəni dünya, yəni sivilizasiya, bütün riyakarlığı, xəsisliyi və ədalətsizliyi ilə birlikdə. Və Ləpirçi, o bu iki dünyanın tam arasında qalıb, hər ikisinin yaxşı və pis tərəflərini görən yeganə şahiddir. Məsələn, bu sözlərə baxın. Bunları deyən Mabel'dir. O, sivilizasiyadan, şəhərdən gəlir və o sərhəd həyatına məhz öz mədəni dünyasının pəncərəsindən baxır. Onun üçün hər şey bir müqayisədir. Əskərlərin fəndgirliyi ilə hinduların şını eyni tərəziyə qoyur. Ləpirçinin cavabı isə bu yanaşmanı, bu dünya görüşünü sanki darmadağan edir. O deyir ki, yox, bir nəfər hindu dənizin o tayından gələn bütöv bir polkdan qat-qat daha bacarıqlıdır, fəndgirdir. Bu, onun yerli xalqlara, onların təbiətlə olan dərin əlaqəsinə nə qədər böyük hörmət bəslədiyini göstərir. Və unutmayaq ki, Cooper'in yaşadığı dövr üçün bu həqiqətən də çox cəsarətli bir fikridir. Və əlbəttə ki, məkan, hadisələrin baş verdiyi Antori gölü və onun ətrafındakı o sıx meşələr. Onlar sadəcə bir fon, bir dekorasiya deyil, əsla. Onlar romanın demək olar ki, əsas personajlarından biridir. Cooper təbiəti elə bir romantik dillə təsvir edir ki, onun həm o sərt, həm də o möhtəşəm gözəlliyini hiss edirsən. Bu da ortaya macəra və təhlükə ilə dolu, nəfəs kəsici bir atmosfer çıxarır.
İndi gəldik bəlkə də işin ən maraqlı və bir o qədər də mürəkkəb tərəfinə, Cooperin mirasına. Yəni, insanlar onun yaradıcılığını necə qarşıladı və deyim ki, hekayə heç də bir mənalı deyil. İndi deyəcəyimə bəlkə də inanmaq çətin olacaq, amma bu bir həqiqətdir. Cooper öz vətənində, yəni Amerikada amansızcasına tənqid olunurdu. Niyə? Çünki Amerika cəmiyyətini, onun dəyərlərini tənqid etməkdən çəkinmirdi. İş o yerə çatdı ki, bəzi qəzetlər onu cəmiyyətə böhtan atmaqda günahlandırıb məhkəməyə verdilər. Təsəvvür edirsiniz? Amma okeanın o biri tayında, yəni Avropada vəziyyət 180 dərəcə fərqli idi. Orada Cooperə bir dahi kimi baxırdılar. O, öz dövrünün ən böyük yazıçılarından biri, əsl ədəbi nəhəng sayılırdı. Onun Avropadakı statusunu daha yaxşı anlamaq üçün sadəcə bunu təsəvvür edin. Cooperin adını kimlərlə birgə çəkirdilər? Walter Scott, Honoré de Balzac və hətta William Shakespeare. Bax bu, onun əsərlərinin beynəlxalq səviyyədə nə qədər böyük bir təsir yaratdığının göstəricisidir. Bəlkə də bu bütün mürəkkəb hekayəni ən yaxşı yekunlaşdıran sözləri başqa bir Amerika ədəbiyyatı nəhəngi Herman Melville deyib. O deyirdi ki, müasirləri sadə ürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər. Hər şeyi deyən bir cümlə, elə deyilmi? Və bütün bunlardan sonra gəlib bu suala çıxırıq, yaxşı, artıq kəşf ediləcək fiziki sərhədlərin demək olar ki, qalmadığı bizim dünyamızda sərhəd qəhrəmanı anlayışı nə deməkdir? Bəlkə də bizim müasir sərhədlərimiz coğrafi xəritələrdə yox, elə öz içimizdədir, mənəvi və etik sərhədlərdir. Bax, Cooperin irsini bu gün də bu qədər canlı, bu qədər aktual edən də məhz bu suallardır.